Əzizlərim, mən dedim bu hafta teatra gedənmərəm. Şükürlər olsun, biraz özümə gəlmişəm. Düzdür, bu insanı gəzdirə bilmədim. Gedirəm teatra, Əbdülrəhim bəy Haqverciyevin Kimdir Müqəssir əsərinə musiqili komediya teatrı idi. İndi necə gedir? Milli Akademik Musiqili Dram Teatrı gedir. Nə gedir? Heç vaxt adı yadımda qalmır, yeni adı. Nəysə, dünənləri Əbdülrəhim bəy Haqverciyevin doğum günü idi. Yəni, dünən yazmışlar, ona görə deyirəm. Bugün ya dünənləri doğum günü idi, ona həsr olunur. Görəm bugün havada nə var, hamı çaşır. Mən qaşıq. Deməli keçməliyəm, bu tərəfə minməliyəm ki, sahilə gedim. Axırla belə fikrim haradadırsa Allah bilir. Hələ fikrim gedəcək 28-ci, birdən yadıma 28-də. Nəysə, çıxmışam, eskalatorla indi gedirəm. Fikirli var, tənzimlənən var, tənzimlənməyən piyada keçirdi. Piyadaya uyğun olmayan yerdən keçmişəm. O da bir yana. İndi görürəm ki, tək mən deyilənmişim. Deməli, yaşlı otaqdır, cəmaat keçib düşdən başım qalıb ortada. Nə uyanlıqdır, nə uyanlıq. Siqnal da verirlər ki, biz keçməliyik. Yəqin havadandır, mənim kimi onlar da çaşıb. Elə bildim, tək mənim ürəyimə belə təskinlik tapdım. Onlar da mənim günümdədir. Liftindəyim, heç bilmədim belə gözəl lifti var. Qalxıram 4-ə. Çünki aşağıda oturmuşdum, qaldırırdılar. Əzizlərim, deməli çıxdıq. Əbdülrəhim bəy Haqverciyevin Kimdir Müqəssir əsəri əsasında tamaşa səhnələşdirilmişdir. Yeni traktovkada, yeni quruluşda, daha müasirləşdirilmiş şəkildə musiqilər, bir gözəl xalq mahnıları, yeni aranjmanda əsər Həvva ilə Adəmin vaxtından, insan tamağı ucbatından, Adəm və Həvvanın cənnətdən qovulmasından və dünya durduqca insan tamahının başına nələr oyun açacağından bəhs edir. Adəm və Həvva göstərilir və daha sonra göstərilir ki, Bahar və Mahmud haqqında bir çox kasıb bir cütlük olur və bunların yaşadığı yerdə bir ağa olur və ağa bunlara deyir ki, mənim varisim yoxdur, bütün vərasətimi sizə verəcəm. Yarısını, çoxunu, hamısını sizə. Amma bir şərtim var, mənim evimdə qonaq olursunuz, yiyirsiniz, içirsiniz, keyfiniz nə istəyir, eləyir. Mən də 3 saatlığına çıxıb gedirəm. Amma 3 saatin tamamında gələcəm, vərasətin hamısını sizə verəcəm. Yalnız və yalnız bir şərtlə. O şərt nədir? O şərtdir ki, ağanın evində bir sandıq olur, deyir ki, nə olur olsun, o 3 saat içində sandığı açmayın. Sizi çox maraqlandırırsa, sandığın içində nələr olduğunu mən sizə izah edəcəm. Amma yalnız 3 saat yox, 3 saatin içində açsanız, necə ki orada deyir, gedəcəksiniz, deyir, yenidən atanızın xarabasına. Nəysə, yiyirlər, içirlər, bir pişik kimi iblisi təmsil edir, bir pişik
obrazı gah Baharın, gah Mahmudun gözünə görünsənir və başlayır bunları yoldan çıxartmağa və ən çox da ki Baharı yoldan çıxartmağa başlayır və Bahar özünü nə bilim min bir hiləyə atır. Ona görə bizləri, biz qadınlar daha dərinlə bastırırlar. Və ən sonunda onu açırlar. Orada nə olur? Cənnət quşu və cənnət quşu uçur gedir. Bu anda ağa gəlir, deyir, nə elədiniz? Axı siz nə etdiniz? 3 saat nə idi ki, gələcəkdim, göstərəcəkdim nə var? Nəysə, kör peşiman qayıdırlar evlərinə, daxmalarına, qırışırlar. Amma Allahın onlara yazığı gəlir və övlad nəsib edir. Hətta əkiz övlad nəsib edir. Daha sonra Allah'tan sanki vəh gəlir, deyir ki, ay insan övladı, mən sizi yaratmışam, bu dünyanı sizə vermişəm, hər şeyə, hər bir canlıya sizi hökmdar etmişəm, amma çalışın elə yaşayın ki, mənim onsuz da yenidən mənə qayıdacaqsınız dərgahıma, mənim dərgahıma qayıdanda mən sizə cənnəti bəxş edim. Əks haldan, yəni belə, insan tamahının bəşəriyyət yaradanlarından ta ki Adəm Həvvadan ta indiyə qədər nə qədər güclü olması. Gərək maşında o musiqi səslənərdi ki, YouTube'dan bu səs azadılsın, Rəhimə əziyyət çəksin ya da desinlər ki, gəlirimin bir hissəsini ver o musiqi sahibinə. Mən neynim yanımda musiqi, gedir maşında musiqi səslənir. Yəni, teatrın anlamı odur ki, bəşəriyyət yaradılandan Adəm Həvvadan bəri insan tamahı ucbatından insanın başına gəlməyənlər qalmır. Yəni ki, deyir, çalışın tamahınızı istələyin. Teatr möhtəşəm idi, traktovka təzə idi, yəni yeni quruluş. Hətta mən sizə deyərdim ki, haradasa erotikliyi var. Şimdi bəzəyir. Vay, müsəlman ölkəsi. Vay, biabırçı. Prosta uş. Çok güzel idi. Civan kritikları bunu anlamaz. Neyse, sizlərim, mən gittim. Evet.